Siz onu kaldırma ya. Senden işte, sen yalan çalış. Senden büyük şeyleri bileceksin. Hayır, Hayırsız yok. Sen çizine bakışıyor. Şirvan şəhər mərkəzi xəstəxanasının terapiya şöbəsinin həkim nevropatoloqu Dürdanə Rauf qızı Səfərovanın müalicə alan xəstə ilə qeyri-peşəkar rəftarının görüntüləri yayılıb. Kanal 21-ə daxil olan görüntülərdə həkimin peşə etikasından uzaqlaşaraq xəstəni təhdid və təhqir etməsi əks olunub. Məsələ ilə bağlı tibb və ərazi bölmələrini idarə etmə birliyindən Kanal 21-ə bildirilib ki, Şirvan şəhər mərkəzi xəstəxanasının terapiya şöbəsinin həkim nevropatoloqu Dürdanə Rauf qızı Səfərova müalicə alan xəstə ilə yersiz mübahisələr aparıb və beləliklə davranış qaydalarını pozmaqla vətəndaşın haqlı narazılığına səbəb olub. Məlumatda qeyd olunub ki, Dürdanə Səfərova xəstə ilə münasibətləri düzgün qiymətləndirməyib və davranış qaydalarını pozub. Dürdanə Səfərova yazılı izahatında da xəstə ilə davranış qaydalarını pozduğunu təsdiq edib. Şirvan şəhər mərkəzi xəstəxanasının direktoru Pərviz Rüstəmbəyovun əmri ilə Azərbaycan Respublikası Əmək Məcəlləsinin 186-cı maddəsinin 2-ci hissəsinin A bəndinə uyğun olaraq Dürdanə Rauf qızı Səfərovaya etik davranış qaydalarını pozduğu üçün töhmət verilib deyə təbibin açıqlamasında bildirilib. Həstəyə bundan sonra ancaq baxış lazımdır. Buna heç baxa bilmirəm. Əməyimdən baxlar, ya buna söyləyəm. Həkim nəzarətsizdir. İki dənə baxım var, ikisi də baxılar, baxılar. İki dənə baxım var. Kimin iki dənə baxışı var? Yəni, sakin görsə, siz onu kaldırma ya. Səndən işte, sen yalan çalış. Səndən büyük şeyleri bileceksin. Hayır, Hayırsız yok. Sen çizine bakışıyor. Sen bana doktoru, sen o sorduğunda şakana bile Ben de bilemem.